Herkese salam, mən Məryəm. Kanalıma və videoma xoş gəlmisiniz. Uzun müddətdən sonra yenə sizlərlə birlikdəyəm. Bugün başlıqdan da gördüyünüz kimi mənimlə bir yerdə çıxışım olacaq teatrda. Onu izləməyə gələcəksiniz. Deməli, səhər saat 8-ə işləyib. Biz 8-də evdən çıxmalıyıq. Leyla da bizdədir. Tez hazırlaşıb, makyaj falan edib evdən çıxmağa çalışacağıq. Belə. Başla. Leyla ilə çay içirik. Ağzım yandı. Hələ bizə ilahə də qoşulacaq. Saat 18 dəqiqə qalıb, biz hələ öz keyfimizdə. Artıq hazıram, evdən çıxırıq. Leyla, tez ol. Leyla yeganə insandır ki, nə tez hazırlaşır, nəyisə razı sala bilirəm. Yəni, bu qız, mən başa düşə bilmirəm. 33 dəqiqəyə hazırlaşmışam, yalandır. Allaha and olsun, normalda 2 saat hazırlaşır. İndi əgər geciksə, bu da azar yeyəcək. Yəni, bu da oradadır da. Ona görə tez hazırlaşdı. Əslində biz saat 6-ya bu dinlik qurmuşduq, dostlar. Ümid edirəm səsim gəlir. Mən 6-da durdum, Allah haqqı bunu durğuzdum. Durğuzdum. Getdim mama. Ay Allah. Getdim mamayı oyatdım. Getdim mamayı oyatdım, sonra gəldim durğuzdum. Gördüm durmuşsa elə yıxıldım, mən də yatdım. Yalan danışma. Mən durmuşdum orada. Allah haqqı. Allah haqqı durdum. Durdum sonra nə telefona elədim? da baxdım. Gördüm sən yatdın, mən də başıma atdım ya. Yaxşı. Ay, tuz yayıldı yenə. Yox, yayılmadı. Ay, highlighterım nə qəşəng durub burnumda. Saat yox, saat 11-də tədbir başlayır. Saat ayaqqabımı dəyişmirəm. Yox, dəyişmirsən. Saat 11-də başladığına görə biz saat 10-un yarısı oluruq Azadlıq prospektində. Belə getdik. Qızım, nelemin şəkəri duzu. Aynen, çok düşəcək. Dostlar, hal-hazırda teatrın arxasındayıq. Burada da Salam. belə qızlar. Gəl. Hamıya uğra deyəm, inşallah yaxşı. Amin. Hamınız baxın. Abunə olun.
Anan sana kurban olsun Ayılgar. Sen həmişə mənim ürəyimdəsən. Ana, mən gəldim. Mən şəhid İlber Əhmədov Adiloğlu. Bu gün mənim 48 yaşım tamam olur. Mən inanıram ki, və bilirəm ki, bizim analarımız yan-yana tüm çətinliklərin öhdəsindən gəlirlər. Bir aradadırlar. Sən də acıdır, gözlərin ağrıyır, qəlbin ağrıyır. Amma körlərlə, pis olma. Mən sənin hər gün yanında olurum. Mən səni hər gün görürəm, amma sənə toxuna bilmirəm. İlqarınız hər zaman sizinlə, ana. Mən sizin hər gün yanınızda oluram. Sadəcə bizim məkanlarımız fərqlidir, ana. Onun ana diyen sesini hissediyorum. Ay nasıl hissediyorum. Hissediyorum. Onun kimi fərqli olur. Biz cənnətdəyik. Burada sevgi var, məhəbbət var. Bax, güllər var, çiçəklər var. Canından keçən igid oğullar var. Görürəm qardaş, görürəm. Ana, canım ana, gözüm ana. Mən səni görürəm, sən məni görürsən. Səndən bir xahişim var, ana. Ağlama, pis olma, kövrəlmə. Bilirəm, evlat acısı elə bir acıdır, heç bir zaman sağolmaz. İlqarın hər zaman sənin yanındadır, ana. Sən ağlama yetər, hər zaman xoşbəxtdir, ana. Bilirəm, bugün mənim acım, ona var gəlir, mənə hədiyyələr alırlar. Və sən o hədiyyələr bir-bir açıb baxırsan, amma o hədiyyələr yanında mən yox. Nə qədər sənə hədiyyə alsalardı, mənə hədiyyəni gətirsələr də, amma sənin gözün məni axtarır. Amma bax ana, mən cənnətdəyəm. Mən əsgər yoldaşlarına bir yerdəyəm. Kəşf edirəm ana. Ana, mən ümid edirəm. Amma ruhum hər zaman sənlə ana. Mən getməliyim ana. Mən yerimə qalxım. Başıma döndüm ay oğlum gitme. Başıma döndüm ay oğlum gitme. Dostlar, çıxışımız elədik, o qədər möhtəşəm idi ki. Hamısı uşaqların hamısı o qədər möhtəşəm idi. İndi tamaşanı sizə burada göstərəcəm. ayağında titrəyir. Yəni yaşadıq da o rolu, şeiri, hər şey mükəmməl idi. Əllər biraz sürüyor. Hamımız yorğun və bitkin oldu, oturmuş. Şuraxanaya gedirik. Buradan çıxıb hələ bir dənə də tədbirə gedirik. Dostlarım, canlarım, deməli artıq evə çatdım. Çox şükür. O qədər yoruldum ki, belə videonu da sonlandırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abone olup like etmeyi unutmayın.
Aa!